Masallı rayonunda 23 yaşlı oğlan dərzi sexində yetkinlik yaşına çatmayan qıza təcavüz etməklə təqsirli bilinib. Hadisə 31 oktyabr 2023-cü ildə baş verib. 2022-ci il təvəllüdlü Şirvan dərzi köməkçisi işlədiyi sexdə olarkən anasına məxsus şalvarı götürməyə gəlmiş. 2014-cü il təvəllüdlü Telli ilə tək qalmasından istifadə edərək paltar dəyişmə otağına gedib. Az yaşlı qızı otağa anasına məxsus şalvarı seçmək bəhanəsi ilə çağırıb və ona zor tətbiq edib. Qıza müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, seksual xarakterli zorakılıq hərəkətləri edib. İstintaq orqanı tərəfindən Şirvanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü 14 yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək maddəsi ilə ittiham elan edilib. Şirvan ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərib ki, bir neçə ildir Masallı şəhəri Heydər Əliyev prospektində dərzi köməkçisi işləyir, Tellini və onun anasını tanıyıram. Əvvəllər işlədiyim dərzi dükanına gələrək paltarlarını düzəltdiriblər. Telli anasına məxsus şalvarı dərzi dükanına gətirdi. Onun rəglənməsini istədi. Ona şalvarı oktyabr ayının sonunda hazır olacağını dedim, Telli dükandan getdi. Amma mən şalvarı boyamağı unuttum deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxsin sözlərinə görə oktyabrın 31-də saat 12:13 radələrində Telli yenidən tərzi dükanına gəlib. Dükanda şalvarını düzəltdirməyə gəlmiş bir nəfər də vardı. Ona 10 dəqiqədən sonra şalvarı apara biləcəyini dedim. Bu vaxt Telli də anasının şalvarını götürməyə gəldiyini söylədi. Dükanın içərisində paltar dəyişmə üçün istifadə olunan otağa keçib şalvarı axtardım. Telli də arxamca gəldi. Mən şalvarın hazır olmadığını görüb nəsə söyüş söydüm. Telli əsəbi olduğumu və söyüş söydüyümü görüb ağlaya-ağlaya getdi. Bir neçə dəqiqə sonra anası bir nəfərlə dərzi dükanına gəldi. Onların yanında olan şəxs dükana daxil olaraq məni söydü və döyməyə başladı. Ardınca polis əməkdaşları gələrək məni Masallı rayon polis şöbəsinə apardılar deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş Tellinin sözlərinə görə evləri dərzi sexinin yaxınlığındadır. Bir neçə dəfə həmin sexdə olmuşam. Oktyabrın 31-də saat 12 radələrində məktəbdən çıxaraq yaşadığım evə gəldim. Anam bir neçə gün əvvəl boyamaq üçün dərzi sexinə verilmiş şalvarını götürməyimi istədi. Paltarımı dəyişib dərzi sexinə getdim. Sexdə adını sonradan bildiyim Şirvan tikiş maşınının arxasında stolda əyləşmişdim. Ona anamın boyamaq üçün verdiyi şalvarı götürməyə gəldiyimi dedim. Şirvanın dükanının içərisində ona olan əlavə otağa keçdi. Mən isə onu gözləməyə başladım. Təxminən bir dəqiqə sonra Şirvan qızım buraya gəl deyib məni yanına çağırdı deyə o ifadəsində göstərib. Zərər çəkmiş qeyd edib ki, Şirvanın olduğu kiçik otağın qapısından baxanda onun çılpaq vəziyyətdə görüb. Hansı səbəbdən belə etdiyini başa düşmədim. Bir qədər geriyə çəkildim. O, şalvardan hansısa anama məxsus olduğunu soruşdu, ona yaxınlaşmağımı istədi. Şalvara dəqiq baxmaq üçün qapıdan içəriyə girdim, bir qədər ona yaxınlaşdım. Sağ əlindəki şalvarın anama məxsus olduğunu dedim. O, əlindəki şalvarı divarda olan asılqana asdı və sağ əli ilə cəld şəkildə bilək nahiyəmdən tutdu. Onun əlindən çıxaraq həyəcanlı şəkildə dükandan çıxıb yaşadığım binaya getdim deyə zərər çəkmiş ifadəsində göstərib. Zərər çəkmiş bildirib ki, həmin vaxt evdə çıxmağa hazırlaşan anasını görüb. Ağlayaraq dərzi dükanında Şirvanın mənə qarşı əxlaqsız hərəkətlər etməyə çalışdığını bildirdim. Anam mənimlə birlikdə dərhal evdən çıxaraq aşağıya indi. Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdi.
Orada olan adını sonradan bildiyim Elvin ağladığımı görərək bizə yaxınlaşdı. Anam ona baş vermiş hadisəni danışdı. Elvin dərzi sexinə daxil olaraq Şirvana iradını bildirdi. Təqsirləndirilən şəxsdən şikayətçiyəm deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Şirvan 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsinə çəkməsi müəyyən edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib, müdafiəçi 1-ci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bu şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Şirvanın əməli Cinayət Məcəlləsinin 153.2-ci 14 yaşına çatmayan şəxsə əxlaqsız hərəkətlər etmək maddəsinə tövsif edilib. O, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib və 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsinə çəkməsi qərara alınıb.